Başladıq. Hansı cümlələrdə bu əvəzindən sonra vergül işarəsi qoyula bilər deyir. Bu bizim illərlə saxladığımız sirr idi deyir. Uşaqlar, bundan sonra əvəzlik gələndə vergül qoyulmurdu, yadınıza gəlirsə. Ona görə buradan vergül qoyulmamalıdır. Biz əvəzlikdir. A getdi. B-də. Məncə məhz bu bardağı daşıran son damla oldu. Sən deyə bilərsən, hansı bardağı daşıran son damla oldu? Bu bardağı. Bir də deyə bilərsən, məncə məhz bu bardağı daşıran son damla oldu. Sən onu mübtəda kimi düşünsən, özündən sonra vergül qoya bilərsən. Sən də izah edir, qoyula bilər. Qoyula bilər deyirsə, qoyula da bilər, qoyulmaya da bilər deməkdir. Bu məsələ həllini tapmadan qapandı. Hansı məsələ bu? Yalnız təyin kimi düşünə bilirəm deyə qoymuram. Son vaxtlar bu ərazidə seismik aktivlik müşahidə olunur. Hansı ərazidə? Bu ərazidə. Təyin olur, getdi. Bu ancaq mənim özümə bəs edər. Ancaq köməkçi nitq səsdir deyə bundan sonra vergül qoyulmamalıdır. Y də getdi. Düzgün cavab variantı B bəndi. 2. Nümunədəki sözlərin morfoloji təhlili ilə bağlı səhv fikirləri müəyyən edin deyir. Baxaq. Gedirəm tələsik tarlaya sarı, hamıdan tez gələ o qız da barı, sinəsi qartallı qayalıqları əks edir sonalı göl səhər-səhər. Zərfin quruluşca hər üç növünə rast gəlinir deyir. Tələsik nə tərzdə düzəltmədir? Tez, sadədir. Səhər-səhər nə zaman mürəkkəbdir. Deməli, quruluşca üç növü var. Bir düzdür. A getdi, D getdi. 2-də. Üç fərqli köməkçi nitq hissəsi işlənib. Qırmızı ilə göstərək. Gedirəm tələsik tarlaya sarı, tarlaya doğru qoşmadı. Hamıdan tez gələ o qız da barı. Da bağlayıcıdır, barı arzu ədatıdır. Yəni, üç fərqli köməkçi nitq hissəsi işlənib. Sarı qoşma, da bağlayıcı, barı ədat. 2 də doğrudur, 2-ləri də atıram. Doğru cavab çıxır artıq C bəndi. Gəlin onların yanlışlığına baxaq. Feillər əmr və xəbər şəkillərindədir. Gedirəm, indiki zamanda xəbər şəklindədir, düzdür. Hamıdan tez gələ, kaş gələ, arzu şəklindədir, amma mənə deyir əmr şəklindədir, deməli 3 səhvdir. Düzəltmə isim mənsubə şəkilçisi qəbul edib. Düzəltmə isim qayalıqları yazıb. Sinəsi qartallı qayalıqları əks edir. Nəyi qayalıqları? Yəni mənsubiyyət deyil orada, təsirli haldır. 4-də səhvdir. Əvəzliklər isim və sifəti əvəz eləmişdir. Əgər isim və sifətin sonuna cavab verirsə, onlara əvəz edir. Gəlin baxaq. Hamıdan, kimdən? Burada hamıdan ismin sonuna cavab verir. Deməli, ismə əvəz eləyib. Düzdür. Bir də sifəti deyir. Sonalı göl səhər-səhər. Baxaq bir dənə. Gedirəm tələsik tarlaya sarı. O qız da. Deyə hansı qız? O qız. Burada o da var. O da orada sifəti əvəz eləyib. Bu da düzdür. Yanlış olur 3-4. Cavab olur C bəndi. Keçdim 3-cü suala. Biri aşağıdakı sözlərdən heç birinin izahı deyil yazıb. Hal-hazır üçün ən mühüm, ən vacib olan, həllini tələb edən, aktual. İnsanın təbiətinə məxsus sifət, xasiyyət, təbiət, xislət. Bir şeyin tərkib hissəsi, bir şeyə əmələ gətirən hissələrdən biri, komponent. Hər hansı bir ixtisaslaşma sahəsinə meyil, təmayül, qalır cavab, prinsip. Feil haqqında düzgün fikirləri müəyyən edin. Təsriflənən feil, təsriflənməyən feil. Yalnız bir cümlə üzvü olur təsriflənən feil. Doğrudur. Yalnız feili xəbər olur. Doğrudur. Baxaq. Yəni, təsriflənməyən feillə ortaqda verib. Burada, məsələn, diqqət eləməlisiniz. Aşağıda ortaq hissəsi də var. Məsələn, burada ortağa yazıla biləcək fikirlər də yazılmayıbsa, əgər səhv fikir kimi götürüləcək. Ona diqqət edin. Amma təsriflənməyən feil, məsələn, söz misal məsdəri düşünün. Məsdər mübtəda da ola bilər, zərflik də ola bilər, ismi xəbər də ola bilər. O baxımdan yalnız bir cümlə üzvü olmur. Ona görə bir yerində və doğrudur. Qrammatik məna növünə görə dəyişir, hər ikisi ortaya getməli idi 2. Çünki təsriflənməyən feillərdə üçünün də ortaq cəhəti və feillər xüsusiyyətlərin içərisində var idi, yəni.
yəni necə deyim, məsələn, məchul növdə ola bilər, qayıdış növdə ola bilər bu baxımdan. Məsələn, yazılmaq məchul növdədir, döyünmək qayıdış növdədir, döyülmək məchul növdədir. Amma məstərdirlər. 2 yanlışdır. 1-ləri götürəcəm, 2-ləri atacam. B getdi, C getdi, D getdi. Təsdiq və inkarda işlənə bilir. Hər ikisi, həm təsriflənən feillər, həm təsriflənməyən feillər təsdiq və inkarda ola bilir. 3 də səhvdir. Qalır cavab A bəndi. 1, 4, 5. 4-də deyir, hamısı cümlədə zərflik vəzifəsində işlənə bilir. Bəli, məsələn, məstərdə maq, üstə gəlinsin, üçün, olur, məqsəd zərfliyi. Feil sifətdə dığım, üstə gəlinsin, üçün, olur, səbəb zərfliyi. Feil bağlama da zaten Allahdan aşağı ancaq zərfli olur. Deməli, üçü də zərflik vəzifəsində işlənə bilir. 4 də doğrudur. 5-də deyir, qrammatik şəkilçilərlə düzəlir. Düzdür. Təsriflənən feil, feilin şəkilləridir. Şəkilçiləri qrammatikdir. Təsriflənməyən feillərin də bütün şəkilçiləri qrammatikdir. Ona görə 5. Qoşmalarla işlənə bilir, ortağa yazmaq yanlışdır. Çünki feil bağlama qoşma ilə işlənə bilməz. Nədə təsriflənən feil? Olur A bənd. Keçdik 5-ə. Birində xüsusi isim işlənməmişdi deyir. Bəsdir, səninkidir tərlan səhərlər, deyir tərifini kəndlər şəhərlər. Burada bəstini tərifləyir. Ona görə bəstə xüsusi isimdə xitab. Sağında solunda qədim binalar, nizami ordu tək cərgə-cərgədir. Necə ordu? Nizami ordu. Burada nizami adam adı mənasında işlənməyib. B elə cavabdır. Dinir Füzulinin şirin qəzəli. Füzuli burada Məhəmməd Füzulidir, adamdır, yəni xüsusi isimdir. Mavi Xəzər sahilində, Xəzər dənizin adıdır, xüsusi isimdir. Yenə də qərbdə körüklüyür, hərbin kürəsində, qərb, qitə anlamında, qərb, şərq bu anlamda xüsusi isimdir. Cavab olur B. Nizami ordu tək, necə ordu tək anlamda sifətdir. Birini iki fərqli zamanda düşünmək olmaz. Burada vurğu məsələsi ortaya girir. Keçirdin, nə etdin olanda sözün kökü olur keç, ir leksikdir, qrammatik, qrammatik. Onda de olur şuhudi keçmiş. Amma keçirdin olanda nə edirdin? Ir qrammatikdir, qrammatik, qrammatik, ir olur indiki zaman. Düşünmək olur. Çıxardıq, nə etdik? Şuhudi keçmiş. Çıxardıq, nə edərdik? Qeyri-qəti gələcək. Aşırdı, nə etdi? Şuhudi keçmiş. Aşırdı, nə edirdi? İndiki zaman gələcək. Gələrdi, gələrdi olmur. Cavab dedim. Yerdə bişirdim, nə etdim? Di şuhudi keçmiş. Bir də bişirdim, nə edirdim? İndiki zaman olur. Yəni iki cür düşünülür. Cavab olur D bəndi. Hansı cümlədə həm güman və şübhə, həm də nəticə və ümumiləşdirmə bildirən modal sözlər işlənir? Düşür, yəni imtahanlarda istifadə olunur, baxın. Məncə fikrin mənbəyidir, ümumiyyətlə nəticə ümumiləşdirmədir. Amma mənə güman şübhə deyir, A getdi. Deyilənə görə modal söz deyil, ara sözdür, B getdi. Bir də orada həqiqətən də təsdiq bildirir. C-də yəqin, güman şübhədir, başqa heç nə yoxdur. Burada sizi xülasə ilə çaşdırar, amma burada xülasə isimdir, yəni modal söz deyil. Nəyi danışdı? Baş verənlərin xülasəsini. Əvvəla olsun ki, Xəlil heç bura gəlməmişdi. Əvvəla ümumiləşdirmə bildirir. Olsun ki, ola bilsin ki, güman şübhə anlamındadır, cavab olur D. Ardıcıllıqla demədiyinə görə rahat bir şəkildə birinci bu gələ bilər. Görəsən bu qədər töhmətdən sonra bir dənə burada görəsən var, güman şübhə başqa yoxdur. Düzgün cavab D bəndidir. 8. Birində feil əmr şəklində deyil. Oxusun, sun əmr şəklindədir. Gələn dəfə daha da yaxşı öyrədər, nə edər? Öyrət sözün kökü ər qrammatik. Ər, qeyri-qəti gələcək zamanda zaman şəkilsi də xəbər şəklinin göstəricisidir. Cavab olur B, yəni əmr şəklində deyil. Küsüm, olmayaq, gedim, yazım, bunlar əmr şəklindədir. Çünki ancaq nə var? Şəxs sonluqları var. Başqa da heç nə yoxdur.
Hansı cərgədə hər iki sözün yazılışı düzdür? Və burada şərtə mütləq fikir verin. Blokda deyir iki sözdən yalnız birinin yazılışı düzdür. Sən şərtə fikir verməsən getdi. Məsələn, A bəndində nisçil səhv yazılıb. Niscil yazılmalıdır. Tolerant yox, tolerant deyəcəkdi. İllüziya deyəcəkdi. Mücəssəmə yeyəcəkdi. Qalır C. Hər ikisi düz yazılıb. Yəni, səhv yazılanları çıxarsanız cavabı tapacaqsınız. Sözlərini gülə-gülə, yola səpdin bilə-bilə, yollar döndü qızıl gülə sözlərinə mərhaba. Feil bağlamadılar da, yəni, nə ola bilər ki, başqa? Yəni, sözlərini gülərək, yola səpdin bilərək, yollar döndü qızıl gülə sözlərinə mərhaba. Feil bağlama. Cavab olur D. 11. Klasteri tamamlayın. Ca qoşması. Əsgər oğlunun arxasınca suda atdı. Arxası ilə. Nəticəm ürəyimə görə olmadı, yəni ürəyimcə. Uşaq xəlvətcə içəri boylandı. Nə tərzdə? Əlində zorbaca çomağı vardı. Oğlu xasiyyətcə atasına çəkmişdi. Oğlu xasiyyətinə görə atasına çəkmişdi. Cavab olur C. Onlarca sənədin içində, larca, lərca burada leksikdir. Biz çatınca, burada da ınca feili bağlamadır. D-yə getdi. Əlində zorbaca çomağı vardı. Zorba çomağı, C burada ədatdır. Burada da xəlvətcə içəri boylandı. Xəlvət də deyə bilirəm. C burada ədatdır, yəni zərf düzəltməyib. Cavab olur C bəndi. Qoşmadı. 12. Hansı cümlədə zərfin quruluşda hər üç növünə rast gəlirik? Bildir nə zaman? Kəndə gedəndə orada çoxlu böyürtçən yemişdim. 2 dənə zərf var, ikisi də sadədir. Qorxa-qorxa çölə çıxdı və astadan soruşdu. Bircə dənə astadan var. Çünki qorxa-qorxa feili bağlamadı. Günorta nə zaman? Mürəkkəbdir. Bircə düzəltmədir, sadə qoxu. Dilucu mürəkkəbdir. Sürətlə düzəltmədir. Oradan sadədir. Cavab olur D. Y-də birlikdə öyrəndiklərimizi nə tərzdə birlikdə düzəltmədir, başqa da yoxdur. Çatar çatmaz, armaz feili bağlama şəkilsidir. 13. Verilən fikirlər hansı sözün fonetik xüsusiyyətinə uyğundur? Yazılış, deyiliş arasında 3 fərqli məqam var. Baxaq. Birlikdə, birlikdə 2 fərqli məqam. L-nın altdan xət çəkəcəkdim, r-nın altdan düşdü. Birlikdə 2 dənədir. A getdi. Küs, gün, nüş 3 dənədir. Od, dam, maq 3 dənədir. Elə bir l, od, dan, n-mıya çevrilir. Maq. Odlanmaq olur, oddanmaq 3 dənə. Ustalıq, nan 4 dənədir. Deyəcəkdir. Şiddətlə l-nıya çevrilir. Bir dənə də n artırılır 2 dənə. Başım, bunlar getdi. Deyir, 3 fərqli səsin hərəsi 2 dəfə təkrar olunmuşdur. Küs, gün, nüş. Ahəng qanuna tabedir hər ikisi. İndi nə deyir? 3 fərqli səsin hərəsi 2 dəfə təkrar olunmuşdur. 3 fərqli səsin. Küs, gün, nüş. Baxaq. Yazaq birinci küs günlüyü. Küs, gün, nüş. 3 fərqli səsin. Söz misalı, ç səsi neçə dəfə təkrarlandı? 1 dəfə. Ü səsi 3 dəfə. S səsi 1 dəfə. C səsi 1 dəfə. N səsi 2 dəfə. Ü 1 dəfə. İş 3 dəfə. Ü 3 dəfə, iş 1 dəfə. Yəni, mən burada 2 dəfə təkrarlanan bir dənə n-nı görürəm. Amma mənə deyir ki, 3 fərqli səsin hərəsi 2 dəfə təkrarlansın. Deməli, B də gedir, C qalır. İndi gəlin C-nin doğruluğunu yoxlayaq. Od, dam, maq. Bu doğrudur. Qırmızı ilə göstərirəm. A səsi 2 dəfə təkrarlandı. Yaşılla göstərirəm. M səsi 2 dəfə təkrarlandı.
Səhra ilə göstərirəm. D səsi 2 dəfə təkrarlandı. 3 müxtəlif səs 2 dəfə təkrarlandı. Cavab olur C bəndi. Birində elə əvəzlik zərfi əvəz edib. Doğrusu ondan elə hərəkət gözləmirdim. Necə hərəkət elə? Özündən sonra nə gəlib? İsim. Deməli, sifət əvəz edib. Şahmatçı elə gediş getdi ki, necə gediş, elə gediş. Gediş isimdir. Bu da getdi. Elələri danışır. Kim danışır? İsmi əvəz edib. C getdi. Biz də elə bu məsələdə tərəddüd edirdik. Məhslə əvəz edə bilirəm. Bu olur ədat. D getdi. Elə uzaqlaş ki, ruhu da doymasın. Necə uzaqlaş elə? Elədən sonra fiil gəlib deyənə elə nəyi əvəz edib? Zərfi. Cavab olur Y. Gəldim, çıxdım 15-ə. Tabesizlik, tabelilik bağlayıcının yerini dəyişdirir. Hərçənd tabelilik güzəşdir. Halbuki tabesizlik qarşılaşdırmadır. Birin yeri dəyişməlidir. Yəni tabesizlik belə tabelidir. 2-də problem yoxdur. Çünki tabeli səbəbdir. Ha belə tabesiz iştirakdır. 3-də də yer dəyişməlidir. Cavab olur Y. Qalanlarında problem yoxdur. Həmçinin iştirak tabesizdir. Madam ki şərt tabelidir. Hətta tabesiz iştirakdır. Hərgah tabeli şərtdir. Yəni 4 ilə də 5-də problem yoxdur. Tərkibinə görə təhlil sxeminə uyğun gəlməyən Tərkibinə görə təhlil sxeminə uyğun gəlməyən nə demək? Yəni nəyə? Bizə dəqiqə uşaqlar, qapı döyülür. Kimdir? Mama. Hə. Deməli, axsaqlığın sözü kökü axsamaqdır. Q leksik, L leksik. Nə olub? Deməli, axsamaqdan axsaq, axsaqlıq. Bənzərsizin kökü bənzəməkdir. Bənzər leksik, bənzərsiz leksik. Qopartmağın kökü qopdu, qoparmaq, qopartmaq. Qızartının kökü qızart leksik. Çünki qızmaqla qızarmanın məna əlaqəsi yoxdur. Yaradıcılığın kökü yaratmaq, yaradıcı, yaradıcılıq. Cavab olur D bəndi. Çünki bir dənə fərqli olan budur. Yəni, hamısında 2 leksik var. D-də bir dənə leksik var. 17. Hansı dərəcədə ədatlar eyni məna növüdür? Söz misalı gəlin baxaq. Belə, axı, hətta. Bunlar üçü də qüvvətlendirici ilə cavab A-dır. Məsələn, B-də tək arzudur, ancaq məhdudlaşdırıcı. C-də kaş arzudur, tək məhdudlaşdırıcı. D-də bəli ilə hə, təsdiqdir, D əmr. G-də məgər sualdır, bəs sualdır, məhz dəqiqləşdirici. Ona görə olur A bəndi. 18. O eyni köklü işlənib, eyni sözü müxtəlif formalar işlənib, mürəkkəb söz işlənib. Qəhrəmanın şərəfinə yeni mükafat təsis olunacaq. Deməli, iniş il bizi məktəbdən yazıçının yubileyinə aparmışdılar. Gülməli film izləyib o ki var güldük. Məsələn, gülməli film, bir də güldük, düzdür. Gülməlidə malı-məli fe'li sifətli qrammatikdir. Güldükdə də qrammatikdir. Bu eyni sözün müxtəlif formasıdır. C-ni atıram 2-yə. C-ni attım 2-yə. Ələyi götürüb onu ələdi. Ələk, ələdi. İkisinin də kökü əldir. İkisinin də tərkibində leksiklər var. Leksik var. Ona görə bu eyni köklü. D-ni atıram 1-ə. 1D, 2C. 3-də də gedir A bəndi. Niyə? Təsis olunmaq. Təsis olunmaq mürəkkəb feildir. Hə. Cavab olur D cavab. C bəndi. Çünki B-də filan heç nə yoxdur. B-də. C bəndi. 19.
Hansı cümlədə verilmiş feillər eyni qrammatik məna növündə deyil? Uşaq yuxudan ayılan kimi durub yuyundu. Elə adı. Çox adam çaşır. Deyir ki, ayılan da uşaq özü-özünə ayılır, uşaq özü-özünə yuyunur, qayıdış götürür, amma səhv götürür. Çünki ayılanın kökü ay deyil, ayıldı. Leksiki yoxdur. Ona görə sadə sözdür, deyənə məlum növdür. Yuyundu sözünün kökdür, unileksik, du qrammatik. Bu qayıdışdır, bu məlum. Cavab olur A. B-də. Düşərgədəykən dostlaşan uşaqlar sonralar da məktublaşırlar. Dostlaşmaq, məktublaşmaq. İkisində də laş bütövdür deyənə məlumdur. Bölünən çatdırıldı. Kimsə tərəfindən bölünür, kimsə tərəfindən çatdırılır. Məchuldur. Salamlaşmaq, öpüşüb görüşmək. Qarşılıqdır, qarşılıq növdədir. Yandırmaq, kiçik qardaş. İşığı yandıranda qardaşın gördü. İkisi də məlumdur. Baxmayaraq ki, burada dır leksikdir, amma icbarı yaratmayıb. Düzgün cavab olur A bəndi. Gəldim, çıxdım 20-yə. İsimləşmiş sifət. A bəndində qorxaqlıq isimdir. İsimləşmiş sifət deyil. Sonra acizə əyilən qəhrəmana bax. Qəhrəman sifətli uşaqlar. Burası isimləşib yönlü hal qəbul edib. Elə cavab olur B. C-də körpəlik, lik isim düzəldib. D-də əzizdir, necədir. Zaten sifətdir, isimləşməyib. Dumanlı necə isimləşməyib, gözəllik özü isimdir. Yəni, səhv yazma potensialınız olan sözlər dedim. Lik burada isim düzəldib. Gözəllik, körpəlik, qorxaqlıq isim düzəldib. 21. Qəşəng sual oxşuyur. Feilin qrammatik məna növlərindən yalnız məlum növ quruluşda sadə ola bilir. Düzdür. Çünki hamısının leksiki var. Məlumun heç şəkilçisi yoxdur deyə rahat məlum sadə ola bilər. Doğrudur, doğrunun doğruya yazılması doğrudur. İdeymiş isə hissəciklər əmr şəklində olan feilə və feil bağlamaya artırıla bilmir. Deməli, idi ilə imiş, əmrə qoşulmur. Bir də xəbər şəklinin şuhudi keçmişinə qoşulmur. İsə hissəciyi isə əmrə arzu şərtə qoşulmur. Yəni, qısacası üçü də əmrə qoşulmur. Feil bağlama da xəbər ola bilmir deyənə. O da idiymiş isəni qəbul edə bilmir. Yəni, doğrudur bu fikir. Amma qabağında yanlış yazılması yanlışdır. B bəndi. Eyni şəkillər fərqli qrammatik məna növünə aid feil yarada bilər. Məsələn, ılın məchul da yaradar, qayıdış da yaradar. Doğrudur, doğruya yazılması doğrudur. Məlum növdən başqa digər növlər yalnız feildən yaranır. Bəli, məlum növ sifətdən də yarana bilər. Söz misalı qaraldı, məlum növdədir, sifətdən yaranır. Doğrudur, doğrunun doğruya yazılması doğrudur. Oyanmaq və qaralmaq feilləri qayıdış növdədir. Yanlışdır, çünki ikisi də məlum növdədir. Qaralmaq sifətdən düzəlib, oyanmaq da sadədir. Yanlış yazılması doğrudur. 22. Numerativ sözün fərqli funksiyada işləndiyi cümləni müəyyən edin. Fərqli funksiya. 2 dənə alma. 2 göz otaq. 10-15 nəfər tələbə. 10 ədəd təzə parta. 1 naxır inək. Kəmiyyət fərqi yaradan nəzərdə tutub. 2 dənə alma deyəndə konkret 2 alma nəzərdə tutursan. 2 göz otaq deyəndə konkret 2 otaq nəzərdə tutursan. 10-15 nəfər də deyəndə konkret 10-15 nəfər nəzərdə tutursan. Qısacası, bir naxır inək deyəndə bir dənə inək nəzərdə tutmursan deyənə, orada kəmiyyət fərqi yaranır. Bu cüt, ona aiddir. Ondan sonra cüt, naxır, nə bilim, ilxı, qucaq, maşın, bu tip sözlərə aiddir. Keçdik 23-ə. Köməkçi kisələrlə bağlı yanlış fikirləri müəyyən edin. Açıq sualdır bu. Köməkçi kisələrlə bağlı yanlış. Köməkçi kisələrindən yalnız qoşma müstəqil cümlə üzvü olur. Xeyr. Qoşma yalnız qoşulduğu sözlə bir yerdə bir cümlə üzvü olur. Bir yanlışdır. Qoşma, bağlayıcı və ədatların içərisində sözü bitişik yazılanları da var. Məsələn, ədatlardan mı, qoşmalardan cacan tək-tək, bağlayıcılardan bitişik yazılan ilə yazıla bilər. İki də düzdür.
Modal sözlərin hamısı cümlə üzvlərinə vergüllə ayrılır. Səhvdir. Sanki elə bil güya vergülsüzdür. Köməkçi nitq hissələri əsas nitq hissələri qrammatik homonimlik yarada bilər. Düzdür. Bir mənası əsas, bir mənası köməkçi nitq hissəsidirsə sözün qrammatik homonim sayılır. Bütün köməkçi nitq hissələri quruluşca sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Bütün köməkçi nitq hissələri dediyinə görə baxaq bir dənə fikirləşək. Sadə və mürəkkəb. Qoşma məsələn, mürəkkəb qoşma yoxdur. Mürəkkəb bağlayıcı var. Məsələn, həm də. Halbuki. Mürəkkəb ədat. Mürəkkəb ədat ağlıma gəlmir. Yoxdur. Mürəkkəb modal sözdə olar. Yəqin ki. Amma mürəkkəb qoşma yoxdur. Ona görə bütün yazdığına görə səhvdir. Cavab olur 1-3-5. Sonra. Keçdim 24-ə. Fe'l bağlama şəkilçilərini müəyyən edin. İb, araq, madan, aa, dıqca, ınca, anda, arkən, armazmamış. Anda, dıqca, arkən. Fişə bitdi 2-3-6. Bunun üçün deyirəm əzbərləyin. Tələffüz zamanı o hərfinin a ilə əvəz olunduğu sözləri müəyyən edin. Ornament, ornament. 1. Korelasiya demirəm. Motivasiya deyirəm. Orfoqrafik deyirəm. Komik demirəm. 1-3-4. İsmin eyni halına qoşula bilən qoşmalar. İsmin eyni halı deyəndə. Deməli. Yönlüyə qoşulur evə doğru. Sənə aid. Sənə görə. 1-2-5. Üçü də nəyə qoşula bilər? Yönlüyə. Üçün amma adlı giyəliyə qoşulur. Savaya çıxışlığa qoşulur. Ona görə 1-2-5. Ay Allah. Keçmiş zaman məzmunlu fe'l sifət. İndiki zaman, gələcək zaman. Bina görənləri. İndiki zaman məzmunludur. Anı yazdım 2-yə. Saxlama müddəti artıq bitmişdir. Burada ümumiyyətlə bitmişdir fe'l sifət deyil. Beyni heç yerə yazmıram. Keçmiş zamanda olan fe'ldir. Danışdıqlarım. Dıqlarım keçmiş zaman məzmunlu fe'l sifətdir. C-ni atıram 1-ə. Hələ deyiləsi çox sözüm qalıb. Gələcək zaman məzmunludur. D-ni atıram 3-ə. Y-də də söküləcək nə edəcək? Yəni gələcək zamanda olan fe'ldir. Zaman məzmunlu deyil. Ona görə C-A-D. Bitdi. Avtomobilin icadı. Avtomobil barədə ilk fikir 15-ci əsrdə yaşamış Leonardo da Vinci və 17-ci yüzilliyin dahisi Isaac Newton tərəfindən irəli sürülmüşdür. İki böyük alimin bu sahədə davamçısı sayılan Fransız Nicolas Joseph 1769-cu ildə ilk avtomobilləri icad eləmişdi. Həmin avtomobillər buxarla işləyirdi və hamısı qara rəngdə idi. Bu avtomobillər hərbi avadanlıqları dartmaq üçün istifadə edilirdi. Bu icaddan bəhrələnən Amadei Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə La-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi və dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-cu ildə Fransalı mühəndis Etienne Lenor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı. Bu hadisədən sonra onun alman həmkarı Clerk Nicolas həmin mühərriki təkmilləşdirərək prinsipcə onu bugünkü formaya saldı. Beləcə avtomobil sənayesinə yenidən can verdi. 1886-cı ildə Alman mühəndisi Daimlerin böyük zəhməti bahasına ilk daxil yanma mühərrik avtomobil icad ediləndən sonra bu işdə böyük perspektivlər görən Alman milyoneri Emil qızı Mercedesin şərəfinə yeni özü yeriyən sifariş verdi. Həmin avtomobillərin sürəti 10 km bölünsün saatdan artıq deyildi. Az sonra həmin firmanın dahilərindən biri olan Bensin sayəsində 1909-cu ildə, yəni həmin sürət 102 km bölünsün saata çatdı. İndi 28-də bir tünd qara hərflərlə verilmiş sözlərin mənasını şərh edin. Birinci sözümüz şeydir, sensasiya. Yəni ki, sensasiya deyir, cəmiyyətdə sensasiya yaradıb. Yəni ki, elə bir təsir yaradır ki, cəmaatı təşvişə salır da birini. Yəni, gözlənilməz hadisə, həyəcan. Perspektiv isə buradakı mənası
Mənzərə deyil. Yanlışdır. Buradakı mənası gələcək planlardır. Yəni bu işte böyük perspektivləri görən. Mənzərəni görən deməyəcəm ki. Mənası gələcək imkanlar anlamına gəlir. O baxımdan. 29. Alimlərin diqqəti avtomobil sənayesinə yönəldi. Səbəb nə idi? Amadey Bolle 1875-ci ildə La-Manşla, Parislə La-Manş arasındakı məsafəni, çünki burada yazmışdı, 18 saata qət elədi. İkincidə nə yazıb? İlk daxili yanma mühərrik avtomobil icad edildi. Nəticədə bu işdə böyük perspektivləri görən Emil qızı Mercedesin şərəfinə yeni özü yeriyən sifariş verdi. 30. Altına xətt çəkilmiş frazeoloji birləşmə mətndən kənar mənada cümlədə işlədin. Mətndən kənar mənada ölmək mənasında yazmalıydınız. Bəli, o xəstə yatağında tək başına can verdi. Bu qədər.